Yeganə yaradılış insandır ki, onun iki cür olma şansı var. Yəni, yaxşı insan, pis insan, gözəl insan, pis insan. Bu insana aiddir. Qalan başqa heç bir yaradılışa aid deyil. Yəni, mələklər bölünmürlər. Yaxşı mələk, pis mələk. Hamı yaxşı mələkdir. Hamı Allahın əmrindədir. Hamı Allahın itaatindədir. Yəf'əlunə ma yumarun. Allah Quranda deyir ki, onlara nə əmr olunur, onlar onu eləyirlər. Onlar əmrdən çıxmırlar. Və yaxud ağaclar, bitkilər, hətta üzr istəyirəm sizdən başqa canlılar. Onlar yaxşısı, pisi yoxdur. Elə necə yaranıblar, elədir. Mən hərdən deyirəm məclislərdə, söhbətlərimdə. Məsələn, görürsən ki, əgər baxsız, maraqlansız görərsiniz ki, Adəm əleyhissalamın dövründə timsah necə idisə, elə indi də elədir. O vaxtı nə yiyirdi, yenə onu yiyir. Məsələn, necə idisə xasiyyəti yenə də odur. Heç dəyişilmir. Məsələn, günlərin birində olacaq yaxşı timsah, pis timsah yox. Yəni, Allah onu o cür yaradı və o cür olmağa da məhkumdur. Bütün yaradılışlar belədir, əzizlərim, yadınızda qalsın. Yeganə insandır ki, əlbəttə insandan başqa məxluq da var, amma o bizə aid deyil də. Bizim danışırıq yer üzərində və aşkarda, zahirdə yaşayanlardan. Bir insandır ki, onun yaxşı və pisi var. Yəni, yaxşı da ola bilir, pis də ola bilir. Bu necəlikdə Allah Teala ona ixtiyar verib, insana ixtiyar verib. Ona görə siz Quran-ı Kərimə baxsınız, Quran-ı Kərimin heç bir ayəsində mələkləri məzəmmət eləyən ayə görə bilmərsiniz. Heç bir ayəsində. Niyə? Bayaq dediyimə görə. Çünki onun yaxşısı və pisi yoxdur ki, məzəmmət olunsun. Və yaxud hər hansı bir yaradılışı Allah pisləsin, ya tərif, yox, belə bir şey yoxdur. Yeganə insandır ki, Allah Teala Quran-ı Kərimdə bəzən ayələrdə insan barəsində elə danışır ki, deyirsən ki, bu doğrudan da insana aiddir bu sözlər. Məsələn, وَلَقَدْ كَرَّمْنَا بَنِي Adəm. Biz Adəm övladın ləyaqətli elədik, kəramətli elədik, əziz elədik. Və yaxud لَقَدْ خَلَقْنَا الْاِنْسَانَ فِي أَحْسَنِ تَقْوِيمٍ. Biz insanı gözəl biçimdə yaratdıq, gözəl təqvimdə yaratdıq, gözəl surətdə yaratdıq. Əlbəttə, surət tərcüməsi ilə mən razı deyirəm, amma məşhur bu cürdür. Gözəl təqvimdə yaratdıq, gözəl biçimdə yaratdıq. Amma yenə həmən insandır ki, onun barəsi və yaxud inni cailun fil ardı xəlifə. Mən yer üzərində xəlifəmi qərar verirəm, təyin edirəm. İnsanı yaradan da Allah deyir. Amma bunun müqabilində insan barəsində elə məzəmmətli ayələr var ki, deyirsən, ilahi, bu ayələr də görəsən insan üçündür. Ulaikə kəl-ən'am. Onlar digər canlılar kimidir. Onların qulağı var, eşitmirlər. Onların gözləri var, görmirlər. Onların ağları və ağılları var, dərk eləmirlər. Hə. Bu eniş və yoxuş, bu gah belə olmaq ancaq insan üçün. Görürsə, insan üçün bu cür gəlib. İnsan üçün bu cür gəlib. Yaxşı. Ona görə hədəf, məqsəd, əzizlərim, gözəl insan olmaq. Elə yaradılış bundan ötürüdür. Deyərdim, Kərbəla da bundan ötürüdür. Deyərdim, elə bu məclislər də bundan ötürüdür. Bizi bu hədəfə çatdırsın. Bizi bu hədəfə yetişdirsin. Çox mühüm, yenə deyirəm, çox mühüm mövzudur bu mövzu və hətta bu barədə bir elm də var, amma o elm çox məzlum elm, mən deyirəm həmişə ona. Niyə görə? Çünki çoxları o elmlə heç məşğul olmur, yada düşmür. Ərəb dilində ona elmül cəmal deyərlər, gözəllik elmi, amma belə məşhur estetika elmi deyərlər. Çünki estetik İngilis dilində gözəllik deməkdir. Gözəllik elminə, gözəllikdən bəhs edən elminə deyərlər estetika elmi. Çox belə xəbərsiz olan bir elmdir. Az insanlar o elmlə maraqlanırlar. Amma əslində, yenə deyirəm, çox yaradılışın mahiyyəti budur ki, insan gözəl olmalısan, gözəlliyə doğru getməlisən.